Deməli, biz ilk öncə 3a üstəgəl b vektorunu bir c vektoru ilə əvəz edək. İndi yazaq, 3a vektorunu tapmaq üçün 3'ü a vektorunun hər bir komponentindən vurmaq lazımdır. Yəni 3 vurulsun 5k və -2. Vurduğumuz zaman olacaq 15, 3k və -6. İndi b vektorumuzu da yazaq. Olduğu kimi yazırıq. 2, 15 və -6. İndi bunları tərəf-tərəfə toplamaq odur ki, bu komponentləri bir-birinə toplayaq. Yəni x-i x-ilə, y-i y-ilə və z-i z-ilə toplamalıyıq. C vektoru bərabərdir. Çünki biz 3a üstəgəl b vektorunu c ilə əvəz etmişdik. Onda c vektoru bərabərdir. 15 üstəgəl 2 və 3k üstəgəl 15. Çünki bunun y-i 3k'dır, bunun y-i 15'dir. Və -6 üstəgəl 6. Bərabərdir. C vektoru oldu 17. 3k üstəgəl 15 və 0. İndi bizə deyir ki, bu vektorun uzunluğu, yəni C vektorunun uzunluğu olacaq bizdə 17. Vektorun uzunluğu nədir? Kök hatta komponentlərin kvadratları cəmi. Onda modulda C vektoru bərabər kök altında 17'nin kvadratı üstəgəl 3k üstəgəl 15'in mörtərizə kvadratı və üstəgəl 0'ın kvadratı bərabərdir 17'yə. Biz bunu kökdən azad etmək üçün 17'nin kvadratı üstəgəl 3k üstəgəl 15'in kvadratı və 0'ın kvadratı 0'dır, bərabərdə 17'nin kvadratı. 17'nin kvadratları islah gedəcək, çünki sağa və ya sola keçəndə biri mənfi, biri müsbət olur. Qaldı burada 3k üstəgəl 15'in kvadratı bərabərdə 0'a və bu da 3k üstəgəl 15 bərabərdə 0. 3k bərabərdir -15, k bərabərdir -5. Deməli, k'nın -5 qiymətində bu vektorun cəminin modulu 17'yə bərabər olacaq. Cavab -5.